Salam, hər vaxtınız xeyir. Bugünkü dərsimiz Əfsəndin Xəqani Şirvaninin Gənclərə nəsihət şeiridir. Fitnə törətmə, ey fitnəkar cavan. Əsər fitnəkar cavana müraciətlə başlayır və onu fitnə törətməməyə dəvət edir. Fitnədir elləri dərdlərə salan. Fitnə törətmə, ey fitnəkar cavan. Fitnədir elləri dərdlərə salan. Cana məlhəmsə vəfa etibar, fitnəkarlıq edər onu tarımar. Deməli, cana məlhəmsə vəfa etibar, fitnəkarlıq edər onu tarımar. Vəfa etibarın cana məlhəm olduğunu, fitnəkarlığın isə onu tarımar etdiyini bildirir. Hiylə oğurluqdur. Xoşsa əvvəli, oğrunun axırda kəsilər əli. Hiylə nədir? Oğurluqdur. Əvvəli xoşdur, amma oğrunun axırda əli kəsilir. Nifaq xəstəsisən, nə qədər ki, sən əlac saymaqdan da ziyan görərsən. Əgər deyir ki, sən nə qədər ki, nifaq xəstəsisən, istəyirsən ki, hər hansı bir nifaqla əlac saymaq istəyirsən, amma bundan ziyan görərsən. Vəfa küçəsində ev tut, yəqin bil, vəfa mənzildir ən yaxşı mənzil. Vəfa küçəsində ev tut, yəqin bil, vəfa mənzildir ən yaxşı mənzil. Bugün yoxdursa da kimsədə vəfa, vəsiyyət edirəm, olma bivəfa. Çalış az dostluq et, etsən də əgər, dostluqda möhkəm ol, sözdə mötəbər. Dostu qovanları alma yanına, yoxsa gözün ağlar bu əhvalına. Dostun haqlı vursa birini zinhar, demək ki, layiqdir, çıxma havadar. Dost müttəhim edib kimisə etsə rədd, qardaşın olsa da önünə çəksət. Qırsa bir budağı dost hirslənərək, o cənnət ağacı olsa da əl çək. Dostun əkdiyi gül olsa da tikan, çıxarıb yerindən onu atmasan. Haqq yolunda çalış o qədər ki, haqq razı qaldığını biləsən mütləq. Bir kiçik adama nəvaziş etsən, sənin böyüklüyün getməz əlindən. Razılıq etsə səndən bir nadan, onun tərifinə aldanmayasan. Sən onu öydükcə o lovğalanar, özünü yoldaş yox, əmoğlun sanar. Daha boyun qoymaz işə, xidmətə, lovğalar yabancı olur hörmətə. Boyun böyüklüyü deyildir gərək, hümmət böyük olsun, bir də ki ürək. Dünyada ağıl tək bir ustad varmı? O bir qul yanında şagird olarmı? Sənətdə tək olan bu Xəqanidən gəl incə mənalı fikir eşitsən. Qorun pis adamdan anla ki onlar, əqrəb tək kör olar, ilan tək lalkar. Tərcümə edən Ziyatay. Əsərin təhlili. Əsər lirik növdədir. Həruz vəznində, məsləvi şəklində yazılıb. Şeir vahidi beytdir. 12-ci əsrə aid olan ədəbi nümunədir. Əsər fars dilində yazılıb. Şeirdə gəncliyə rəğbət hissi aydınca duyulur. Əsər fitnəkar cavana müraciətlə başlanır və onu fitnə törətməməyə dəvət edir. Fitnə elləri dərdə salan kimi mənalandırılır. Vəfa, etibar kimi hisslərin cana məlhəm olması, fitnəkarlığın onu məhv etməsi fikri vurğulanır. Kimsə də vəfa qalmasa da yenə vəfalı olmaq tövsiyə olunur. Az dostluq etmək, ancaq dostluqda güvənilir, etibarlı biri olmaq tövsiyə olunur. Vəfa mənzilinin ən yaxşı mənzil kimi mənalandırılır. Hiylə oğurluğun əvvəli xoş görünsə də, sonda zərərli çıxan bu işi edən olacaq yenə. Əsərdə dostluğa böyük dəyər verilir. Dostluq qovanları yanına almamaq kimi məqama yer verilir. Dostun əkdiyi tikan olsa da, onu çıxarıb atmamaq tövsiyə olunur. Bir budağı dost hirslənib qırsa, o nə olursa olsun, ondan əl çəkmək lazımdır. Haqq yolunda haqqın razı olduğunu bilənəcən çalışmağın lazımlığı vurğulanır. İnsan kiçik birinə nəvaziş edərsə, onun böyüklüyü əlindən getməz. Nadan, cahil birinin təriflərinə aldanmamaq tövsiyə olunur. Nadan insanları təriflədikcə özünü yaxın hiss edər. Lovğaları təriflədikcə işdən boyun qaçırdar. Ağıl ən üstün bir ustad kimi mənalandırılır. Onun qul yanında şagird olmayacağı vurğulanır. Müəllif sonda deyil, sondan bir beyt öncə öz adını çəkir, özünə müraciət etmir. Müəllifin adını çəkdiyi beytdə özünü sənətdə tək olan biri kimi qələmə verir. Pis adamlarından qorunmaq tövsiyə olunur, çünki onlar əqrəb tək, kör, ilan tək, lalkar olar. Sağ olun, növbəti dərslərdə görüşərik.